Nümunənin tərkibindəki nitq hissələrinin təhlillə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Birinci yazıb isimlərdən yalnız biri mənsubiyyət və hal şəkilçisi ilə işlənmişdir. Baxaq. Qəlbimi sözündə var, isimdir, həm mənsubiyyət var, həm təsirli hal var. Daha sonra digər sözlərdə isə belə bir hala rast gəlmirik. Odur ki, biri seçək. Feillərin hamısı xəbər şəklində təsdiqdədir, amma qana bilmədim inkardadır. Ona görə bu yanlış olacaq. Qarşısında işarə qoyulan isim təsirli haldadır. Dağlarda hər zaman arandır sözü. Onun sözü olmalıdır. Yəni bu mənsubiyyətdir, çünki əvvəlinə onun əlavə edə bilirik. Bu da yanlış fikirdir. Altına xətt çəkilmiş söz sadədir. Eniş sözü sadə deyil. Enməkdən enişdir. Düzəltmə sözdür. Ona görə bu yanlış fikirdir. Seçirəm. Tırnaq qara hərflərlə verilmiş sözlər eyni nitq hissələrinə aiddir. Baxaq. Mən qana bilmədim qəlbimi düzü. Düzdə eniş enişdə düzü. Burada birinci düzü modal sözdür, amma ikinci düz isə düzən mənasında, düzən ərazi mənasında. Deməli, bu da yanlışdır. Sonuncu misrada bütün sözlər olduğu kimi tələffüz edilir. Bu da yanlışdır, çünki qarlı sözü qarlı istər isə istər şəklində tələffüz olunur. Cavabımız olur 1, 4, 5, 6.